Azad ərazilərə böyük qayıdış davam edir. Cəbrayıl rayonunun Harovlu kəndində daha 18 ailə artıq məskunlaşıb. Onlara yeni evlərinin aşarları da təqdim olunub. Horovlu kəndi bugün 18 ailə olmaqla 66 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qürurla qayıdıblar. Onlar həm də Horovlu kəndini daha da abad görməyin sevincini yaşayırlar. Bu həsrət bitdi. Bu günləri öz torpağımızdayıq, öz elimizdə, öz obamızdayıq, kəndimizdəyik, Horovludayıq. Hamısı köçdün gəlsin öz vətənlərini istəyərəm. Ata-babalarımız olmasa da, yəni övladlarımız qayıdır yeni öz vətənimizə. Mənim yəni atam bu kənddə bizi böyütsə də, atam rəhmətə gedib, amma özümüz qayıtdıq bu kəndə. Horovluya birinci mərhələdə qayıdanlar Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Onlar üçün 334 fərdi ev inşa edilib və rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Rəşidə Zülfüqarova, Elmin İsfəndiyarov, AzTV xəbər.